Nənəm rəhmətlik deyərdi ki, pirajki bişirdiyin gün yemək bişirmə. Çünki buna ehtiyac yoxdur. Pirajki özü ruslarda vaxtilə kəndli yemək olub. Elə mən də nənəmin sözündən təsəlli taparaq bu günləri heç bir yemək bişirməyəcəm, çünki evdə pirajki bişib. Mən pirajkinin xəmirinə o qədər əlavələr edirəm ki, bilmirəm sizdə necədir. Ən çox da xama əlavə edəndə elə bilirəm ki, pambıq kimi olur. Xəmirimiz gələnə qədər kartofunu da hazırlayırıq və salam. İşimiz yüngülləşir. Əgər kartofun içində soğanı hiss etmək istəmirsinizsə, mənim kimi rəndədən keçirin. İçliyimiz hazır olana qədər xəmirimiz də gəldi. Siz bunun gözəlliyinə baxın. Biraz havasını çıxardandan sonra 15 dəqiqədə gözləyirəm, daha sonra isə kündələrə ayırıram. Hər kündəni 50 qram etdim. Siz 45 qram da edə bilərsiniz. 50 qram kündədən təxminən 35 ədəd pirajka çıxır. Əgər 45 qram etsəz daha çox çıxacaq. Kündələr gəlsin deyə 15 dəqiqə üzərini örtüb saxladım. Daha sonra hamısının içinə kartof doldurub yağladığım sininin üzərinə düzdüm. Pirajkanın doldurulmasının 2 üsulunu da videoda göstərdim. Sizə hansı rahatdırsa o üsulu edə bilərsiniz. Əslinə qalsa mən pirajkiləri uzun halda sevirəm. Mənə uşaq vaxtı məktəbdə yediyim pirajkini xatırladır. Amma bu dəfə qızımın istəyi ilə topuş halda etdim. Qaynar yağa əlavə etməmişdən qabaq əlinizlə yüngülcə yaslamağınız kifayət edir. Çox qızarmasına imkan verməyin. Əgər pirajkinin yanında bu qarışım yoxdursa, şəxsən mən o pirajkini yemərəm. Qarışımın ingrediyentlərini postun altında qeyd edəcəm. Mütləq siz də hazırlayın. Özünüzə yaxşı baxın. Allah amanında.